Bundan sonra bir müddətlik yaşayacağı evdə yerləşməyə çalışan bir ədəd Gönçə. Şifonyer mənim o qədər işimə yarayır ki, həm rahat daşınması baxımından, həm də çox paltar tutmağı baxımından mənim işimə çox yarayır. 2024-dən bu yana bu parça şifonyer həqiqətən də mənim əsl yol dostumdur. İçində təlimatı var və ona baxaraq rahatlıqla qura biləcəksiniz siz də. Linkini mütləq əlavə edəcəm və keçid edib komment bölməsindən siz də əldə edə bilərsiniz. Yeni qərar vermədən öncə içimdə o qədər qorxu var idi ki, amma belə baxdım ki, bu qorxuları məni geri salır və həyata atılmağa başladım və yaxşı ki də etmişəm. Əgər içinizdə hər hansısa bir şeyə qarşı 1 qram da olsa istək varsa, onu sınayın, edin. İnanın mənə peşman olmayacaqsınız. Biri var etməyib peşman olasınız və yaxud da bəlkələrlə yaşayasınız. Biri də var edin və ardının necə gəldiyini görün. İnanın mənə yeni çevrə, yeni insanlar, yeni iş, yeni ətraf, hər şey sizə o qədər gözəl təsir edəcək. Sizin sadəcə bir probleminiz var ki, beyninizdə, necə ki mənim bir zamanlar etdiyim kimi, qorxular, biraz bəhanələr ola bilər. Amma bütün qorxuları və bəhanələri bir qırğa qoyub həyata başladıqda heç bir şey sizi dayandıra bilməyəcək. İnsan hansı enerjidə olursa onu da çəkir. Və siz daha xoşbəxt, daha rahat, daha gözəl həyat yaşadıqda, özünüz üçün ən gözəl versiyanı istəyib onu seçdikdə, həyat da sizə öz hədiyyələri ilə gələcək. Sizinlə söhbət edə bu gecəlik işimi həll etdim və artıq səhərdir. Gördüyünüz kimi nə qədər yerləşməli olan əşyalarım var. Amma təbii ki, ilk öncə etməli olduğum daha vacib işlər var. Onları görəcəm və daha sonra isə keçəcəm əşyalarımı yerləşdirməyə. Burada hava dəhşət küləklidir. Ümumiyyətlə gəldiyim gündən bəri hava artıq tamamilə dəyişdi. Biz yenə də günəşli idi. Bugün isə daha buludlu və yağışlıdır. Hətta bəzən daha güclü küləklər də əsir. Get-gedə artıq havalar soyuyur. Hara gedirəmsə mütləq pişiklərlə qarşılaşmalıyam və bu evdə də çox gözəl belə bir pişik var. Buna mütləq ad qoyacağam. Nəysə, bu şəkəri narahat etməyək, rahat-rahat yatsın və mən də günümə başlayım artıq. İlk öncə ağız və üz baxımı edəcəm. Hər şey danışdım, amma niyə köçdüyümü, bura haradır və nəyə görə gəlmişəm, onunla bağlı heç nə danışmadım. Elə isə çox uzatmadan keçək bu məsələyə. Dostlar, mən yeni işə qəbul olmuşam və bizim evə çox uzaq bir məsafədə olduğu üçün mən artıq burada qalaraq işimə davam etməyi düşünürəm. Və ətrafımda bir çox insan getmə, çox uzaqda, necə qalacaqsan deyərək məni fikrimdən yayındırmağa çalışdı. Amma yaxşı ki də gəlmişəm və yaxşı ki buradayam, çox razıyam, çox şükür. Baxımın ilk addımını tamamladım, indi isə keçirəm dərimi dərindən nəmləndirməyə. Nəmləndirmə addımında son dövr kollagen kremlə gialuronik asid serumu qarışdıraraq tətbiq edirəm və çox razıyam. Səhər yeməyindən öncə isti tünd çay içməsəm özümə gələ bilmirəm. Yeməkdə isə nənəmin ev üsulu hazırladığı pendirdən yeyəcəm. Sırf sadə növdə pendir mənə daha dadlı gəlir. Digər növləri də təbii ki arada istifadə edirəm. Nənəm də sağ olsun, gələrkən mənə bol pendir qoyub sumkama. Bu arada qızlar, kanalıma hələ də abunə deyilsinizsə, xahiş edirəm abunə olun və videonu bəyənməyi unutmayın. Bu arada rəylərdə öz gözəl fikirlərinizi bildirə bilərsiniz. Külək daha da gücləndi. Amma çox qəşəngdir hava. Mən həmişə otağı və yerimi havalandırdıqdan sonra mitilləri səliqəyə salıram. Və siz necə edirsiniz? Yuxudan durar-durmaz ilk çarpayını səliqəyə salanlardansınız, yoxsa mənim kimi havalandırıb daha sonra yığırsınız yerinizi. Payız gəldisə vitamin deposu olan çayımı hazırlayıb içməliyəm mütləq. Bunu nanə, limon və bağdan hazırlayıram. İstəsəniz reseptini bölüşərəm ayrıca. Qabları yumalıyam, amma ilk öncə yuyulan qabları da silib yerləşdirim ki, yer olsun. Yeni gəlməyimə baxmayaraq bura rahatlıqla alışdım. Məncə burada mühitin də rolu böyükdür. Bütün işlərimi bugünə çatdırmalıyam, çünki axşama da qonaq çağırıblar deyə hazırlaşmalıyam. Tələsməyimə baxmayaraq istədim bugünü sizlər üçün vlog edim. Qab yumuşkən yaxşı yadıma düşdü. Yeni bir qab şampunu almışam qızlar Faberlikdən. Və kömür tərkiblidir deyə o qədər gözəl təmizləyir ki qabları. Möhtəşəm ötəsi bir şeydir. Həqiqətən də kirləri, sarı kirləri ümumiyyətlə ağardır. Stəkanlarda olan çay ləkələrini çox professional şəkildə təmizləyir. İş görərkən ən sevdiyim şeylərdən biri də çay fasiləsidir və buna görə də çay suyunu qoyuram qaynasın və ona qədər də mən də digər işlərimi bitirim. Çayı mənim üçün əvəz edən heç bir şey ola bilməz və xüsusən də ədviyyatlı çayı çox sevirəm. İstənilən qoxunu aradan qaldıran bu Faberlikin maye sabununu həm əllərinizi, həm də qabları yumaq üçün istifadə edə bilərsiniz. Bütün işləri çatdıra bilmək üçün o qədər tələsirəm ki, istər-istəməz yoruluram. Bəzən düşünürəm, niyə hər şey bu qədər tələsi idi?
Sanki həyat bir yarışa çevrilir. Hər kəs qaçır, amma heç kim hara getdiyini tam bilmir. Telefonlarımızda saysız planlar, məqsədlər, to-do listələr var. Amma bəzən sadəcə dayanmaq, nəfəs almaq və mən buradayam demək çatmır bizə. Mən də çox vaxt eləyəm. Hər şeyi yetişdirməyə çalışıram. Amma içimdə elə bilirəm ki, nəyisə itirirəm. İndi artıq öyrənirəm. Hər şeyə çatmaq lazım deyil. Bəzən sadəcə özünə çatmaq lazımdır. Bilmirəm, siz də elə hiss etmisinizmi ki, bəzi günlər bir-birinə çox qarışır. O qədər çox şey edirəm ki, nəyi, niyə etdiyimi unuduram. Sonra bir anda çölə baxıram və anlayıram ki, bu an nə qədər dəyərlidir. Çünki zaman geriyə axmır, əksinə irəli gedir və hər anın bir hökmü var. Bəzən dayanıb bunun fərqində olmaq lazımdır. İndi çox insan yorulub. Baxırsan ki, hər kəs gülümsəyir, paylaşır, amma az adam həqiqətən xoşbəxtdir. Hər kəs biraz özünə yer axtarır. Biraz rahatlıq, biraz sevgi, biraz sükunət. Bəlkə də biz xoşbəxtliyi çox uzaqlarda axtarırıq. Halbuki bəzən o səhər içdiyim bir stəkan çayda, yatağa uzananda başını yastığa qoyduğun andadır. Mən indi çalışıram ki, həyatı azca yavaş yaşayım. Daha çox görmək, daha çox hiss etmək üçün. Məsələn, gün ərzində xırda şeylərə diqqət yetirirəm. Yol gedəndə yolun qırağında olan kiçik bir çiçəkdir, yağış yağanda yağışın damlalarıdır. Ümumiyyətlə o torpaqdan qalxan gözəl bir qoxu var. Həmin o qoxu heyvanların öz-özünə oynamağı və o səni gülümsədən kiçik anlar var. Baxın, o anlara çox diqqət yetirirəm. Əgər siz də son zamanlar yorulmusunuzsa, məncə özünüzə dayanmağa icazə verməlisiniz. Heç kimə heç nə sübut etməyə ehtiyac yoxdur. Həyatın ən gözəl hissəsi bəzən səssizliyində gizlidir. Bilirsiniz, çox maraqlıdır. Biz böyüdükcə sakitlik qorxulu gəlməyə başlayır. Amma bəlkə də elə o sükunətdə özümüzü tapırıq. Bu cür fikirlərimi sizinlə bölüşmək mənə çox xoşdur. Amma söhbəti uzatmaq istəmirəm. Qalsın yarısı da gələn dəfəyə. Bu arada ilk dəfədir ki, sərbəst şəkildə heç bir köməklik olmadan dovğa bişirəcəm. Və özüm də səbirsizlənirəm ki, necə alınacaq. Noxud və qarışıq göydən istifadə edirəm mən. Məncə belə daha dadlı olur. Siz bir baxın, görün nə qədər bulaşıq qab çıxıb. Bunları da hələ yumalıyam. Həmişəkindən fərqli olaraq bu dəfə giləmərzə otu da vuracam dovğaya. Eşitdiyimə görə çox gözəl dad verilmiş. Bəs siz istifadə edirsinizmi bundan? Yağış da artıq çiskinləyir və əsl isti dovğa havası var. Bəh, özüm bişirmişəm deyə demirəm, amma həqiqətən də ləzzətli dovğa alındı. Payız havası da yaz havası kimi çox dəyişkəndir. Gah yay istisi olur, gah da qış soyuğu. Hazırlanarkən bunu da sizlərlə bölüşüm. Deməli, bu gördüyünüz sprey qabın içində zəydaşı var, xırdalanmış halda və üzərinə də su əlavə etmişəm. Bu gördüyünüz qarışım sizi tərləmədən qoruyacaq. Daha doğrusu tərləmədə qoxu olmayacaq, çünki bakteriyaları yox edir. Həmçinin də ziyanlı deyil. Ağır makiyaj etmirəm, sadəcə kirpiklərimi qıvırıb tuj vuracam, bir də dodaqlarımı dodaq qələmi ilə çərçivələyib ortasına yüngül bir tint tətbiq edirəm. Faberlikdən yeni aldığım ətərlərdən biri də budur. Çox sevirəm, çünki çox cəzbedici qoxusu var. Saçlarımı sadəcə kənarlardan səliqəyə salıram və belə hazıram. Bu kombinlə də qışı gətirdiyimə görə tam olaraq çölə çıxa bilərəm. Flakonu bitirməmiş əl çəkən deyiləm də. Bakıyor çıkarmışsın. Yatma ağlı eve göster. Heç özüm də düşmür. Qaranlıqda. Şimdi sizin adınız işlə gedir də, hə? Hə. Əşidə kuban. Vegetarian olduğum üçün nə yeyəcəyimi axtaram mən. Təbii ki, aş yedim sonda, çünki düyüsü ayrıca dəmlənmişdi. Bu arada təkcə düyü yeyən mən deyiləm. Gördüyünüz kimi bu balaca da ancaq düyüləri yeyir.
Buna səslər çıxardım. Əmi sabahdan telefon yoxdur onlara. Əmi. Cəzalıqla sabahdan telefon yoxdur. Məktəb başlayır. Atarsan mənə. Tez tez koysun. Qoy da o. Belə qoyursun, nə bala? Belə. Gördün? Yoxu bura bax. O Adı nə yaxşı gələn? Bu mən indi baxıram Rıçka. Adamı da qoy. keçmişdə az gün oldu. Ha? Bununla keçmişdə az gün oldu. Valla. Nəyə götəni? Nəysə, rəqəm istəyirsən? Keçmişdə az gün olur. Deyən baba altında pişmə pişir. Onun kremindən sürtəcəm, ora qoyacam. Nə lağa qoyacam. Mən çox yeməm. O dedi ki, mən mirvarı olan yerə getməyəcəm. Yox ha. Hə, o dedi ki, Ay Allah, mən yazdım. Şart yaşa. Buradan gəlin sağla çox ot tərəfdən getməyim. Buradan. Sən gedəyin açıq. Ay sakit durun, o dənizin səsi. Ay da, dalğaların Hə, səsi. bilirsən neyini? Orada olanda var ha. Hə. Vahşi səs, elə bir qulağı, elə bir beynin içində Ay da. çox səs təsir edir adama ancaq bəzi. Beyni dincələr, biraz oturmaq kimi adamın. İndi hava sakitdir, yəni eləncik. Növbəti vlogu oradan çəkəcəm. Hə, növbəti vlogun oradan olacaq. Çox gözəl bir günün sonuna gəldik artıq. Bundan sonra cəmi bir neçə işim olacaq. Onu da bilmirəm çəkə biləcəm ya yox. Sabaha nə qədər işim var bu gecə, hamısını həll etməliyəm. Sadəcə olaraq telefonumda hal-hazırda yerdə yoxdur deyə çəkə bilmirəm və eyni zamanda da biraz yorğunum. Ona görə də vlogu burdaca bitirmək istəyirəm. Gecəniz xeyrə qalsın. Ümid edirəm ki, çox bəyənmisiniz. Kanalıma abunə olaraq videonu bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.